الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. و یعذب المنافقین و المنافقات و المشرکین و المشرکات الظانین بالله ظن السوء علیهم دائرة السوء و غضب الله علیهم و لعنهم و اعد لهم جهنم و ساءت مصیرا. 6. aya Fəth surəsindən Allah-u Teala Hüdeybiyyə sülhünü çün yeni bir mərhələ İslam'a açıldı. Peyğəmbərin davranışı, Peyğəmbərin əxlaqı səbəb oldu bu sülh qəlblərdə fəth mənası versin. Səbəb oldu bu sülh İslamı yarımadada, Ərəbistan yarımadasında rəsmi olaraq tanıtdırılsın. Müzakirə eləsinlər, sülhü bağlasınlar. Müşriklər, Məkkə bütpərəstləri belənci bir şey istəmirdilər bundan əvvəl. Amma gedişat belənci oldu. Ona görə Allah-u Teala buyurur, biz sənə fəth verdik. Ta sən bağışlanasan, ta sənin barəndə sözlər ki yaymışdılar, onlar hamısı paçlaşa, silinə, ta nemət tamamlana, ta o sirat, düz yol cəmiyyətdə öz gedişatını davam verə. Allah-u Teala sirat-ı müstəqimi insanlar içində sənin əlinlə genişləndirə. Ta bir nadir kömək, nəsr-i əziz ki tayı olmayan və məğlub olmayan kömək sənə Allah-u Teala bəxş eləyə. Allah-u Teala buyurur, bu Hüdeybiyyə sülhü 4 danada bərəkət möminlərə gətdi. O 4 dananı Peyğəmbərə nisbət verir. Sonra 5-ci ayədən 4-cü ayədən buyurur ki, biz möminlərə də səkinə, yəni sakitlıq, o ruh sakitliği, o stresdən, istirabdan uzaqlaşmağı möminlərə biz nazil elədik. Eyni halda ki, bohranlı şərait idi, eyni halda ki, ağır bir şərait idi və bəzilərin gümanına bu müsəlmanlar Məkkəyə getməkləri təhlükə idi, Məkkəyə getməkləri ölümləri ilə mümkündür, olaydı, tamamlanaydı, bir sakitlıq verdik onlara və iman artımı və behişdə bunları daxil eləmək. Allah-u Teala bu möminləri ki, Peyğəmbərə tabi oldular, Peyğəmbərə təslim oldular. Və bunların günahları, geçmiş səhvlərin Allah-u Teala bağışlanmağı, bu 4 hədiyyə də, 4 bərəkət də Hüdeybiyyə sülhündən möminlərə. Amma Hüdeybiyyə sülhünün üçbucaq insanları vardı. Bir Peyğəmbər idi, 2 möminlər idi, 3-cü bucaq, bunların müqabilində müşriklər və münafiqlər idi. Bunlar ikisi bu məsələdə şərik idilər. Biri çöldən, biri müsəlmanların içindən. Münafiqlər müsəlmanların içində yaşayırdılar. Münafiqlər elə müsəlman sayılırdılar, müsəlman qrubunun içində idilər. Ona görə bu bəhs ki, aya Peyğəmbərin səhabələrinin hamısı ədalətlidir ya yox, asılıdır biz səhabəni nə cür tərif eləyək? Əgər səhabənin tərifi
o məşhur tərif ola ki, hər kim Peyğəmbəri görüb və iman gətiribdir, istər zahirdə, istər batində, bu iki Peyğəmbəri görüb və Peyğəmbərin dövründə müsəlman idi. Əgər səhabənin mənası bu olsa, haman bu səhabə iki qrup olar. Mömin və münafiq. Daha deyə bilmərik, səhabələr hamısı ədalətlidir. Amma səhabəni bir dar çərçivədə məna edək. O iki Peyğəmbəri görübdür, həqiqi iman gətiribdir, Peyğəmbərin əmrinə təslim idi, Peyğəmbərin hər nə buyururdu ona tabe idi. Daha bu hamı səhabələrə aid olmaz. Bu tərif bir sıra səhabələrə aid olur. Çünki Quranda bir sıra ayələr var ki, müsəlmanların bəzi Peyğəmbərin dövründə Peyğəmbərlə üzbəyiz olublar, Peyğəmbərə etiraz ediblər, Peyğəmbərin müqabilində durublar. Bu ayənin elə şə'n-i nuzuluna baxın. İnna fətəhna ləkə fətən mubina. Bu ayədə təkid uslubu daha çoxdur. Biz həqiqətən, biz gətirmişuq fəth, aydın fəth. Bu təkidlər buna xatirdir ki, müsəlmanların içində bəzi Peyğəmbəri etiraz edildilər, Peyğəmbərin Peyğəmbərliyində hətta şübhə yaradıdilər. Bu nə sülhüdür Peyğəmbər bağladı bizə? Biz sındıq, biz əyildik, biz zəlil olduq. Bu daha gərək görək, bu etiraz eləyənlər, bu narahat söz deyənlər, bu belənçi Peyğəmbəri narahat eləyənlər, incidənlər nə sayılır? Allah-u Teala buyurur, münafiqlərə və müşriklərə də Allah-u Teala əzab verir. Bu əzab həm dünya əzabıdır, həm axirət əzabı. Dünya əzabı budur ki, izzətləri gedər. Dünya əzabı budur ki, zillətə düşərlər, rüsva olarlar, zəifləyərlər, qırağa qoyularlar, insanlar tanıyarlar onların simalarını. Axirət əzabı da cəhənnəmə düşməkdir, axirət əzabı da cəhənnəm otuna düşməkdir. Allahın məhkəməsində mühakimə olub və ota düşməkdir. Bu, Allahın əzabı. Dünya, axirət. Hadisələrdə insanlar belədir. Hər hadisə ki, dünyada insana üzbəyiz olur, insanın reaksiyası ilə insan ya imanı çoxalır, reaksiyası ilə ya təqvası çoxalır, ya əksinə nifaqı çoxalır, əksinə ayrılığı çoxalır. Çünki o reaksiya asılıdır insanın öz qərarına. Mən bu Allahın hökmünə bu hadisədə təsliməm ya yox? Əgər təslim oluram, mənim hidayətim çoxalır, təslim oluram, aramış mənə, sakitlik mənə gəlir, Allah bəxş eləyir. Əgər təslim oluram, yeni güc məndə yaranır, Allahın əmrlərinə təslim olmaqda. Əgər təslim olmuram, bir sıra ayrı bahanalarla Peyğəmbərinlə üzbəyiz oluram, etiraz edirəm, orada da məndə içərimdə ayrı bir zatlar yaranır. Ona görə dünya yetişmə dünyasıdır. Dünya sifətlərin buruza gəlmə dünyasıdır. Buruz da mənası bu deyil. Var idi hamısı üzə çıxdı. Buruz yəni tuxum idi, buruz yəni fidan idi, ağac oldu. Yəni insan dünyaya gəlib özünü yetişdirsin hadisələrlə, Peyğəmbərin sözünün qarşısında nə cür reaksiya göstərməklə, Allahın sözünün qarşısında nə cür reaksiya göstərməklə. Buyurur, bu Hudeybiyyə sülhünün bir bərəkəti də budur. Və yuəzzibəl münafiqin. Allah-u Teala münafiqlərə əzab verir. Kişi münafiqləri, xanım münafiqləri, kişi müşrikləri, xanım müşrikləri, necə ki, möminlər, kişi və xanım burada da ondayır. Bunlar nə idi? Bunlar ikisi də bir işdə iştirakları var idi. İki qrupdular, amma bu işdə bir fikirləri var idi. Əzzanninə billah zənnəssu. Bunlar Allaha pis gümanları var idi.
Gümanları bu idi ki, Allah Peyğəmbərini buraxar bu hadisədə. Peyğəmbər diri də qeytməz, möminlər diri də qeytməz. Belə də ki, Allah himayət eləsin, Allah fəth gətirsin. 1400 nəfər Mədinədən durub, gedib Məkkəyə yaxınlaşalar, silahsız, ehram halında, o Məkkəlilər üçün kinələri var idi Peyğəmbərdən, möminlərdən. Kinələr həm Məkkədən başlanmışdı, həm Mədinədə güclənmişdi. Məkkədə Peyğəmbəri günahkar tanıydılar. Mədinədə Peyğəmbəri bu döyüşləri yaradan tanıydılar. Adamları ölmüşdü. Bu kinələr, bu təəssüb, bu inad səbəb olar, bunları diri qeytməsinlər. Ona görə bura Allaha pis gümanları var idi. Bunlar Allahı aləmdə görmürdülər. Bunlar bu iki Allah Rəbbul aləmindir, buna inanmırdılar. Bu iki tamamı aləm Allahın qoşunudur, buna inanmırdılar. Bunlar pis gümanları var idi Allaha. Bunlar tohid, rububi tohid. Yəni Allah Rəbbul aləmindir. Nə zati tohid. Tohidin dərəcələri vardı. Bir budur ki, bir varlıq aləmdə var, varlığı özündəndir. Buna deyərlər tohidi zati. Allahın zatı tayı yoxdur. Ləm yəkulləhu kufuvən əhəd. Onun tayı yoxdur. Ayrı varlıqlar, varlıqları özündən deyil. Amma Allahın varlığı özündəndir. Bu bir mərhələ tohiddir ki, insan Allahın zatını yeganə bilə, taysız bilə, Allaha vacibul vücud tanıya, yəni varlığı özündəndir. Aləmdə əgər varlıq var, bir varlıq olmalıdır ki, onun varlığı özündən ola. Aləmdə onda varlıq olmazdı. Olmaz sifir, yox birdən var ola. Əgər bu aləmdə var, pəs bir yerdə mənbə var, bir yerdə bulaq var ki, varlıq oradan başlayır. Yoxdan ki, varlıq başlanmaz. O iki mənbədir, o iki varlıq ondan başlayır, varlığı özündəndir, ona biz deyirik vacibul vücud. Bu tohidi zatıdır. Bu belənci bir mərhələ inanmaqdır. Amma gəlirsən, deyirsən bu varlıq xaliqdir insanlara. Gəlirsən, deyirsən bu varlıq xaliqdıqdan əlavə Rəbbidir. Rəbbidir, yəni indi də insanları tədbir eləyir, onların işlərini öz əlindədir, müdürlük eləyir, idarə eləyir. Bundan da incə deyirik, indi vəlidir. Vəli Rəbbinən fərqi budur ki, məhəbbət ilə idarə eləyir, onları sevir. Bəzən insanı müdür eləyərlər, amma bu müdür maaş alır, idarə eləyir. Bəzən yox, müdürdür, sevir böyüdür. Ata-ana o müdürlərdəndir ki, sevir böyüdür, ona görə vəlidir öz dairəsində. Allah aləmə vəlidir. Allahu huvəl vəli. Və xüsusi vilayəti də möminlərədir. Bu vilayət səbəbdir, Allah-u Teala möminləri buraxmasın öz başına. Bu vilayət səbəbdir, Allah-u Teala Rəsulullahı buraxmasın öz başına. Ona görə vur inna fətəhna. Bu sülhi ki, güman olunmurdu, bu sülhü gətdik, sənə fəth oldu. Bu sülhü səbəb oldu, sən tanınasan, bir mərhələ İslam qabağa gedə. Və zəiflənə müşriklər, onlar ki, güman edirlər Peyğəmbər daha işi bitdi. Peyğəmbər bir səhv elədi, 1400 nəfərlə gəldi Məkkəyə. Həm müşriklər bunu fikirləşirdilər da İslamı burada qutarırıq, həm münafiqlər belə güman edirdilər. Amma Allah-u Teala buyurur, əleyhim dairətussu. Bu pislik əhatə eləyəcək bunların üzərinə. Ya xəbərdir, ya qarqışdır, əhatə eləsin bunların üzərinə. İki cür məni ediblər. Yəni bu iki biz Allahdan belənci bir dua bəzən edəyərik, Allah kafirləri əgər hidayət olmurlar məhv elə. Allah-u Teala da burada özü buyurur ki, onlara pis hadisələr əhatə olunsun, ya əhatə olunacaq. Çünki onlar da əyri yolu seçiblər, gedirlər. Onlar da haqq
haqqın qarşısında dayanıblar və Allahla istəyirlər müharibə eləsinlər. Rəbbul aləminlə müharibə insan özünün zərərinədir. Və qəzəbəllah aleyhim. Allah onlara qəzəb eləsin. Ya Allahın qəzəbi onlara de. Və lə'ənəhum. Allah onlara lə'n eləyir və Allah onlara lə'n eləsin. Və əəddə ləhum cəhənnəm. Allah onlara cəhənnəm hazır deyibdir. Və saat məsira. Nə pis qayıdacaqdır və nə pis insanın olmağıdır o yerə ki, gedəcəkdir. Bəzən insan gedər behişdə işləri ilə, bəzən cəhənnəmə. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.